biz bilirik ki, bəzi hallarda qadınlar intervyu zamanı onlara müxtəlif suallar verilir. Məsələn, ailəlisinizmi? Bu yaxınlarda ailə quracaqsınızmı? Və yaxud da ki, azyaşlı övladınız varmı? Və müəyyən bir səbəblərdən artıq onlarla əmək münasibətinin, əmək müqaviləsinin bağlanmasını bu imtinaya gətirir. Bugün biz ümumiyyətlə qadınların əmək münasibətlərinin tənzimlənməsi məsələsinə toxunacağıq. Ümumiyyətlə ilkin olaraq Azərbaycan Respublikası Konstitusiyasına nəzər yetirsək, Konstitusiyanın 25-ci maddəsi bərabərlik hüququna toxunur və bildirilir ki, dilindən, dinindən, etnik mənsubiyyətindən, mənşəyindən asılı olmayaraq bütün qadınlar və kişilərin dövlət tərəfindən hüquqları bərabər təmin olunur. Eynilə də Konstitusiyanın 34-cü maddəsində isə atalıq və analığın müdafiəsinə yönəlir və buna əsaslanaraq Azərbaycan Respublikasının Əmək Qanunvericiliyində eynilə də Əmək Məcəlləsində qadınların hüquqlarının tənzimlənməsi məsələləri var ki, məsələn 16-cı maddədə əsasən qeyd olunur ki, qadınlara əlavə imtiyazların, güzəştlərin verilməsi ümumiyyətlə qadın və kişi arasında ayrı seçkilik kimi nəzərə alınmamalıdır. Yəni nəzərə alsaq ki, qadınların müəyyən bir dövrlərdə, tutaq ki, hamiləlik, doğuş və doğuşdan sonraki bir dövrlərdə həssas dönəmləridir və bu dönəmlərdə təbii ki, onlara yanaşmada biraz fərqli olmalıdır və bunlar belə deyək, qanunla tənzimlənir. İlkin olaraq toxunacağım məqam hamilə, azyaşlı övladı olan qadınlarla əmək münasibətlərinin bağlanması məsələləridir. Təbii ki, reallıqda biz bilirik ki, bəzi hallarda qadınlar intervyu zamanı, xanımlar intervyudan keçdiyi zaman onlara müxtəlif suallar verilir. Məsələn, ailəlisinizmi? Bu yaxınlarda ailə quracaqsınızmı? Və yaxud da ki, azyaşlı övladınız varmı? Və müəyyən bir səbəblərdən artıq onlarla əmək münasibətinin, əmək müqaviləsinin bağlanmasını bu imtinaya gətirir və nəticə etibarilə soruşduqda səbəbini ki, niyə görə əmək müqaviləsi bağlanmaqdan imtina verilir? Bildirilir ki, sabah ailə quracaqsınız, başınız qarışıq olacaq, övladınız olacaq, övladınız məsələn xəstələnəcək və s. və siz bu zaman işdən qalacaqsınız, sizin əlavə hüquqlarınız yaranmış olacaq və s. Okey, anlayırıq, bunlar normaldır və olmalıdır. Bu hallarda qadınlarla əmək müqaviləsinin bağlanmasından imtina qanuna ziddir, imtina olunmamalıdır və bu halı hiss edən şəxs, qadın həmin müəssisəyə müraciət edib yazılı şəkildə nəyə görə onunla əmək müqaviləsi bağlanmasından imtina olunmasının səbəbini yazılı şəkildə tələb edə bilər. Və məhz səbəb onun ailəli olması, azyaşlı övladının olması kimi göstərilərsə də bu zaman qadın hüquqlarının müdafiəsi baxımından məhkəməyə müraciət edə bilər. Bilirik ki, əmək müqaviləsi bağlandıqdan sonra artıq ikinci etap işçilərlə əmək müqaviləsi bağlanarkən sınaq müddətlərinin müəyyən olunmasıdır. Bəzi hallarda işçilərlə sınaq müddəti müəyyən olunur və 2 aylığa qədər əmək müqaviləsi bağlandıqda ümumiyyətlə işçilərə sınaq müddəti tətbiq olunmur. 2 aylıqdan 6 aylığa qədər əmək müqaviləsi müddəti olarsa da bu zaman işçilərə maksimum 2 həftəyə qədər sınaq müddəti müəyyən olunur. Əmək müqaviləsinin müddəti 6 aydan uzun müddətə bağlanarsa, artıq bu halda işçilərə 3 ay müddətinə olmaqla sınaq müddəti müəyyən olunur. Amma Əmək Qanunvericiliyində sınaq müddəti təyin olunmayan işçilərin siyahısı da var ki, onlardan da biri məhz hamilə qadınlar və 3 yaşına qədər övladı olanlar, 3 yaşına qədər övladını tək başına böyüdən kişilər daxildir ki, onlarla əmək müqaviləsi bağlandıqda sınaq müddəti tətbiq olunmur həmin işçilərə. Artıq bu məsələni də həll etdikdən sonra məsələ gəlir işçilərin əmək müqavilələrində onların iş saatlarının müəyyən edilməsi. Ümumiyyətlə qadınlar hamilə olduqda və yaxud da ki, yaş yarımına qədər övladları olduqda həmin qadınlar qısaldılmış iş vaxtı ilə çalışmalıdırlar. Yəni həftədə 36 saatdan artıq olmayaraq həmin qadınlara iş vaxtı müəyyən olunur. Bundan başqa isə həkim rəyi olduqda azyaşlı 14 yaşına qədər övladı olan qadınlar ərizələri ilə müraciət etdikdə onlara natamam iş vaxtı müəyyən olunur ki, natamam iş vaxtı ilə qısaldılmış iş vaxtının zamanı əməyin ödənişi biraz fərqli olur.
Qısaldılmış iş vaxtı bir növ imperativdir, məcburidir. Biz bunu tətbiq etməyə borcluyuq. Natamam iş vaxtında isə işçi ərizəsi ilə müraciət etdiyi halda onunla deməli natamam iş vaxtının saatları müəyyən olunur. İşçinin günlük və yaxud da həftəlik iş vaxtı müəyyən olunur. Əmək haqqının ödəniş formasında isə iş vaxtının qısaldılmasından asılı olmayaraq qadınlar əmək haqqını tam olaraq alırlar. Onların əmək haqqısının azaldılmasına icazə verilmir. Natamam iş vaxtında çalışan işçilərdə isə əmək haqqı işçilərin çalışdığı iş vaxtına mütənasib olaraq ödənilir. Yəni nə qədər çalışacaqlarsa ona uyğun olaraq da qarşılıqlı razılıqla əmək haqqı müəyyən olunur və işçilərin əmək haqqısı ödənilir. Biz bilirik ki, qadınların əvvəllər qanunvericilik qadınların gecə vaxtı işləməsini qadağan edirdi və artıq belə deyək, gender bərabərliyi məsələləri və s. Çox gündəmə gəldi. Qadınlar da gecə vaxtı işə cəlb olunmaq istəyirdilər və yaxud da az yaşlı övladı olanlar, 3 yaşına qədər övladı olanlar gecə vaxtı işləmək istəyirdilər ki, qanun bunu qadağan edirdi. Və son dəyişikliklərə əsasən isə qadınların 14 yaşına qədər övladı olan qadınların gecə vaxtı işləməsinə artıq qanunla icazə verilir. Mütləq şəkildə onların yazılı razılığından əlavə olaraq həkim rəyi tələb olunur ki, yəni hamilə qadının və yaxud da 3 yaşına qədər övladı olan qadının gecə vaxtı işləməsi, çalışması onun sağlamlığına heç bir təhlükə yaratmır. Bu barədə həkimdən əlavə olaraq, öz razılığından əlavə olaraq bir rəy də almış olur. Həkim rəyi tətbiq olunur. Və yaxud da bəzi hallarda olur ki, məsələn, qadın həkimdən arayış gətirir daha yüngül işə keçirilməsi ilə bağlı. Bəzi hallarda qadının çalışdığı mühit onun sağlamlığına zərərli ola bilər, iş yükü nisbətən ağır ola bilər ki, həkim rəyi zamanı həmin qadınlar, hamilə qadınlar nisbətən daha yüngül işə keçirilməlidirlər ki, və bu zaman onların əmək haqqları orta əmək haqqı olaraq saxlanılır, yəni əmək haqqlarının azaldılmasına qanunla icazə verilmir. Əmək Məcəlləsi bundan başqa hamilə və 3 yaşına qədər övladı olan qadınların belə deyək, attestasiyasının tənzimlənməsi məsələsinə də toxunur. Biz bilirik ki, Əmək Məcəlləsində attestasiya var. İş yerlərinin attestasiyası və işçilərin attestasiyası. İş yerlərinin attestasiyası təbii ki, biz bilirik ki, işçilərin belə deyək də hansı şəraitdə çalışmasının daha yaxşı əmək şəraitinin yaxşılaşdırılması istiqamətində yönəldilir ki, işçilər daha yaxşı şəraitdə çalışsınlar. İşçilərin attestasiyası isə bir növ onların bilik və bacarıqlarının yoxlanılması, onların peşəkarlığının yoxlanılması deməkdir. Və qanun hamilə qadınların attestasiyadan keçirilməsini qadağan edir. Çünki bir növ qadın bu dövrdə biraz stres keçirməsi onun sağlamlığı üçün ziyandır, stres keçirməməlidir və hamilə qadınlar hamiləlik dövründə attestasiyadan biliklərin yoxlanılmasından keçirilmir. Eləcə də əgər qadın sosial məzuniyyətdə olubsa, yəni bizim dediyimiz uşağa qulluğa görə məzuniyyətdir, sosial məzuniyyətdə olubsa da, sosial məzuniyyət dövründə qayıtdıqdan sonraki bir il ərzində qadın yenə də attestasiyadan keçirilmir. Nəyə görə keçirilmir? Çünki biz bilirik ki, qadın bir ildən, uşağı qulluq dövründən sonra işə qayıdır, bir il müddətində o işinə yenidən adaptasiya olmalıdır, yenidən bilirsiniz də tez-tez qanunlarda dəyişikliklər olur, müəyyən bir dəyişikliklər baş verə bilər ki, qadın qayıtdıqdan sonra, adaptasiya olunduqdan sonra artıq bir il müddət keçəndən sonra attestasiya oluna bilər. Yəni bilikləri, peşəkarlıq səviyyəsi onun yenidən yoxlanıla bilər. Eləcə də bu tətbiq olunur. Biz bilirik ki, tibb və əczaçılıq, praktik tibb və əczaçılıq sahəsində çalışanlar, eynilə də təhsil verənlərin də sertifikasiya məsələləri var, hansı ki, onların da bilikləri bu yolla yoxlanılır və yenə də hamilə qadınlar və sosial məzuniyyətdən qayıdandan sonra bir il müddətində çalışan işçilər yenə də həmin bu sertifikasiyadan keçirilmirlər. Sertifikasiyadan azaddırlar. Artıq bir ildən sonra onlara da bütün bu məsələlər tətbiq oluna bilər. Bütün bu məsələlərdən başqa qadınların əlavə olaraq uşağı olan, övladı olan qadınların uşağa qulluğa görə əlavə məzuniyyət hüquqları var. Yəni biz bilirik ki, bütün işçilərin sağlamlığının bərpası, istirahətinin təmin olunması məqsədi ilə məzuniyyətdən istifadə edirlər.
yəni əsas əmək məzuniyyəti günləri var. Əsas əmək məzuniyyəti günlərindən əlavə olaraq işçilərin zərərli iş şəraitinə görə, işin xüsusiyyətlərinə görə və yaxud da əmək stajına görə əlavə məzuniyyətləri var. Biri də uşağı, övladları olduğuna görə verilən əlavə məzuniyyət hüquqlarıdır. Əgər qadınların 14 yaşına qədər 2 övladı varsa, bu zaman onların illik əsas məzuniyyətlərinə 2 təqvim günü müddətində əlavə məzuniyyət birləşdirilir. Əgər övladının sayı 3 və daha artıqdırsa və yaxud da ki, sağlamlıq imkanı məhdud övladı varsa da, bu halda qadınların əmək məzuniyyəti burada 5 təqvim günü müddətinə uzadılır. 5 təqvim günü əlavə əmək məzuniyyəti var ki, bu da övladın 14 yaşı tamam olan dövrə qədər qüvvədədir. Əgər övladlarından birinin 14 yaşı tamam olarsa, həmin bu hüquq təqvim ilinin sonuna qədər saxlanılır. Artıq təqvim ili bitdikdən sonra növbəti ildən bu hüquq işçidən alınır. Yəni belə deyək, əgər işçinin övladının mart ayında 14 yaşı tamam olubsa, həmin təqvim ilinin sonuna qədər bu hüquq işçidə qalacaqdır. Növbəti ildən artıq həmin hüquq götürülür. Həmçinin biz bilirik ki, qadınların hamiləliyinin 7 aylığında, 7 aylığa çatdıqda artıq həkimdən xəstəlik vərəqəsi təqdim edirlər. Qadınlar hamiləliyə görə doğuşdan əvvəl və doğuşdan sonraki 126 təqvim günü müddətinə deməli məzuniyyətə çıxırlar. Həmin bu məzuniyyət dövrü doğuşdan əvvəl 70 təqvim günüdür, doğuşdan sonraki dövrü isə 56 təqvim günüdür. Əgər qadının belə deyək, doğuş ağır keçərsə, 2 və daha çox övladı doğularsa və s. həmin bu müddət hamiləlikdən sonra, doğuşdan sonraki 14 təqvim gününə qədər uzadılır. 140 təqvim günü müəyyən olunur. Yəni 70 gün doğuşdan əvvəl, 70 gün isə doğuşdan sonra kimi müəyyən tənzimlənir. Amma kənd təsərrüfatı sahəsində çalışan qadınlar üçün artıq biraz fərqlidir. Onlarda ümumiyyətlə 140 təqvim günüdür. Doğuş çətin olduqda, 2 və daha çox artıq övladları doğulduqda 180 günə qədər uzadılır. Burada 180 günə qədər müəyyən olunur vaxt. Və həmin bu dövrdə 126 təqvim günü müddətində dövlət tərəfindən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən işçilərə müavinat ödənilir. İşçilər bu müavinatı alırlar həmin 126 təqvim günü üçün. Övladları doğulduqlarına görə qadınlara və yaxud da ki, həyat yoldaşına fərq yoxdur, ikisindən birinə doğuma görə bir dəfəlik müavinat ödənilir. Təxminən 500 manat məbləğindədir hal-hazırda və onun limiti yoxdur. İstənilən vaxt müraciət olunub, alına bilər həmin məbləğ. Və həmin 126 gün və yaxud da ki, əgər uzadılarsa 140 gün müddət bitdikdən sonra artıq qadınlar uşağa qulluqdan istifadə edə bilirlər. Uşağın 3 yaşı tamam olana qədər qadın və yaxud da ki, uşağa qulluq edən ailənin digər bir üzvü uşağa qulluğa görə sosial, qismən ödənişli sosial məzuniyyətdən istifadə edir. Həmin bu qismən ödənişli sosial məzuniyyət deyirik ona görə ki, həmin bu dövrdə də qadın dövlətdən bir müavinat alır. Uşağın 3 yaşı tamam olana dövrə qədər müavinat alır. Və qismən ödənişli sosial məzuniyyət dövründən qadın istərsə hissə, istərsə də tam istifadə edə bilər. Ola bilsin ki, qadın desin ki, uşağın 1 yaş tamam oldu, mən artıq işə çıxmaq istəyirəm, mən artıq çalışmaq istəyirəm. Ərizə ilə müraciət edərək yenidən işə qayıdıb işinin başına qayıda bilər, yəni işini davam etdirə bilər. Yəni bu uşağın 3 yaşı tamam olana qədər dövrə şamil olunur. Əgər qadın işə tez qayıdırsa, yəni belə deyək də, hamiləlik və doğuşa görə məzuniyyəti bitirsə və qadın artıq işinə qayıtmaq istəyirsə, qismən ödənişli sosial məzuniyyət dövründən istifadə etmirsə də, artıq qadın yenə də başlayıb işini davam etdirə bilər. Bu dövrdə qadına uşağın yedizdirilməsi üçün fasilələr ayrılır. Yəni uşağın yaş yarımına qədər olan dövrə qədər qadına hər 3 saatdan bir 30 dəqiqə olmaqla fasilələr verilir. Və bu fasilələri qadın öz belə deyək, istəyinə uyğun istifadə edə bilər. İstərsə də onu nahar fasiləsinə birləşdirib istifadə edə bilər. İstərsə iş gününün əvvəlində və yaxud da sonunda cəmləyərək istifadə edə bilər. Yəni məsələn toplayıb deyə bilər ki, mən işə 1 saat, 2 saat gec gələcəm və yaxud da ki, tez gələcəm. Amma əkiz belə deyək, 2 və daha çox uşağı doğularsa da qadının artıq bu 30 dəqiqəlik müddət 1 saat olur. Yəni belə deyək, hər 3 saatdan bir 30 dəqiqədə yox, 1 saat istifadə edə bilir qadınlar.
Və qadının əgər iş şəraiti buna imkan verməzsə ki, qadın uşağını yedizdirmək üçün fasilələrdən istifadə etsin, bu zaman artıq qadın iş şəraiti nisbətən yüngülləşməlidir. Qadın daha yüngül işdə çalışmalıdır ki, şərait yaradılsın ki, o uşağının yedizdirilməsi üçün olan fasilələrdən istifadə etmə imkanı olsun. Yenə də bu zaman qadının həmin o fasilələr qadının ümumiyyətlə iş saatı vaxtına daxil edilir. Yəni buna görə onun əmək haqqısının azaldılmasına icazə verilmir. Əmək haqqısı ödənilir işçinin. Biz ümumiyyətlə qadınların doğuşdan əvvəl və doğuşdan sonrakı məzuniyyət məsələsinə toxunduq ki, onlar 126 təqvim günü məzuniyyətdən istifadə etmə hüquqlarına malikdirlər. Amma bəzi hallarda belə deyək də qadınların hamiləlik dövrü olmur. Qadınlar övladla uşağı götürürlər. Bu halda bu qadınların da məzuniyyət məsələləri tənzimlənir. Yəni bu halda qadınların hamiləlik dövrü olmadığına görə onlara doğuşdan əvvəlki 76 təqvim günü tətbiq olunmur, düzdür. Amma qanun tənzimləyir ki, həmin qadınlar 2 aylığa qədər övladlığa uşaq götürsələr, bu halda onların doğuşdan sonraki 56 təqvim günü müddətində olan məzuniyyətdən yenə də istifadə hüquqları var. Bir halda ki, uşaq 2 aylığa qədər övladlığa götürülür. Yenə də həmin bu 56 təqvim günü üçün onlar belə deyək, Dövlət Sosial Müdafiə Fondundan yenə də bir müavinət alma hüququna malikdirlər həmin bu məzuniyyətə görə. Və bundan başqa bu qadınların, övladlığa uşaq götürən qadınların eynilə də hamiləlik dövrü yaşayan qadınlar kimi uşağa qulluqla bağlı olaraq qismən ödənişli sosial məzuniyyətdən, əvvəl toxunduğumuz kimi 3 yaşına qədər olan sosial məzuniyyətdən istifadə etmə hüquqları var. Yenə də bu şəxslər də yenə də uşağın 3 yaşına çatana qədər aylıq dövlətdən müavinət alırlar. Müavinət ödənişi olur onlara da. Bu belə. Digər bir məsələ isə toxunacağımız məsələ biz işçilərin əmək məzuniyyəti, əsas əmək məzuniyyəti və uşaqları olduğuna görə, 2 və daha çox uşağına görə və yaxud da 14 yaşına qədər 2 uşağı olduğuna görə əlavə məzuniyyət hüquqlarından danışdıq. Bildirdik ki, bunların 2 və 5 gün olmaqla əlavə məzuniyyət hüquqları var. Eləcə də övladları olan qadınların ödənişsiz məzuniyyətlərdən də istifadə hüquqları var ki, onlar ildə 14 təqvim günü müddətinə qədər ödənişsiz məzuniyyətdən istifadə edə bilirlər. Eləcə də kişilər, əgər kişilər həyat yoldaşlarının, belə deyək də, kişilər övladlarının dünyaya gəlməsi ilə əlaqədar olaraq yenə də ödənişsiz məzuniyyətdən istifadə hüquqları var. Son dövrlərdə müzakirə olunur ümumiyyətlə kişilərin ödənişli məzuniyyət məsələləri də, atalıq məzuniyyəti deyirik buna. Atalıq məzuniyyətindən ödənişli şəkildə istifadə eləsinlər. Hələ ki bu belə deyək, qanunla qüvvəyə minməyib, amma qanun həmin kişilərə övladlarının dünyaya gəlməsi ilə əlaqədar olaraq ödənişsiz məzuniyyət hüququ verir ki, onlar 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyətdən istifadə edə bilərlər. Eləcə də övladları 16 yaşına qədər olan qadınlar da eynilə də ödənişsiz məzuniyyətdən istifadə etmək hüququna malikdirlər. Toxunacağım məsələlərdən biri işçilərin əmək məzuniyyəti ilə bağlıdır ki, biz bilirik ki, ümumiyyətlə işçinin əmək məzuniyyəti işçi ilə başladıqdan sonra 6 ay keçdikdən sonra əmək müqaviləsi bağlandı. Əmək müqaviləsindən 6 ay müddət keçdikdən sonra işçinin əmək məzuniyyətindən istifadə hüququ yaranır. Lakin işçinin işə başlamasından asılı olmayaraq hamilə qadınlar və yaxud da ki, hamilə qadınlar doğuşdan əvvəl və yaxud da doğuşdan sonraki dövrlərdə əmək məzuniyyətindən istifadə etmə hüququna malikdirlər. Yəni baxmayaraq ki, qanun deyir ki, əmək məzuniyyətindən istifadə hüququ əmək müqaviləsi bağlandıqdan sonra 6 ay sonra yaranır. Amma hamilə qadınlar əmək məzuniyyətindən doğuşdan əvvəl və yaxud da doğuşdan sonraki dövrlərdə də istifadə edə bilirlər ki, bu artıq onlara tətbiq olunmur. Eynilə də belə deyək, əmək məzuniyyətlərindən istifadə zamanı bir növbəllik var ki, yəni iş vaxtının, işin gedişatının tənzimlənməsi məqsədi ilə ki, bir boşluq yaranmasının istehsalatda və s. əmək məzuniyyətindən istifadə zamanı bir növbəllik, məsələn, növbəllik cədvəlləri tərtib olunur. Bu halda da yenə də 14 yaşına qədər 2 və daha çox övladı olan qadınlarda, sağlamlıq imkanları məhdud olan qadınlarda, onlar övladı olan qadınlarda, onlar həmin əmək məzuniyyətindən onların istəyinə uyğun olaraq vaxta verilə bilər. Yəni belə deyək də, bir departamentdə 5 nəfər eyni anda məzuniyyətə çıxmaq istəyirsə, təbii ki, bu halda üstünlük veriləcək həmin qadınlara ki, ilkin olaraq onlar məzuniyyətə çıxsınlar, sonra isə digər işçilər. Və əmək münasibətlərinin tənzimlənməsi məsələsində əsas bir də əmək müqaviləsinin xitam məsələsidir.
ki, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi müəyyən halları var. Lakin işə götürən tərəfindən hamilə qadınların və yaxud da 3 yaşına qədər övladı olan qadınların əmək müqaviləsinə xitam verilməsi işə götürən tərəfindən qadağandır. Yəni bəzi hallarda görürsüz, məsələn deyirlər ki, hamilədir və yaxud da ki, övladı var az yaşlı, biz onun əmək müqaviləsinə xitam verə bilmərik. Okay, bu qanun qadağan edir. Yalnız bu iki hala şamil olunmur. Biri müəssisə ləğv olunduqdadır, digər isə işçinin əmək müqaviləsinin müddətinin bitməsi hallarıdır. Yəni bu hallarda artıq işçinin əmək müqaviləsi üzrə müddəti bitərsə də və yaxud da müəssisə ləğv olunarsa da, qadın hamilə olarsa da, yenə də belə deyək və yaxud da ki, az yaşlı 3 yaşına qədər övladı varsa da, onun əmək müqaviləsinə yenə də xitam verilə bilir. Amma digər hallarda işə götürənin əmək müqaviləsinə bu kateqoriyadan olan qadınların əmək müqaviləsinə xitam verilməsi qadağandır. Bir də biz bilirik ki, işçilərin və yaxud da iş yerlərinin ixtisarı məsələsi var, qanunla tənzimlənir və ixtisar zamanı işçilərin və yaxud da iş yerlərinin ixtisarı zamanı belə deyək, üstünlük verilən şəxslər var ki, ixtisar zamanı hansı kateqoriyadan olan işçilərə üstünlük verilir işlə saxlanılmasına. Yenə də bunlardan biri də peşəkarlıq səviyyələri eyni olduqda, peşəkarlıq və bilik səviyyələri eyni olduqda yenə də hamilə və az yaşlı övladı olan qadınların işdə saxlanılmasına üstünlük verilir ixtisar zamanı. Üstünlük verilən şəxslərdir. Bəzi hallarda qadınlar övladlarını tibbi müayinədən keçirmək üçün, ambulator profilaktik tibbi müayinələrdən keçirmək üçün belə deyək, onlara vaxt ayrılmalıdır. Onlar bu zamanın istifadə edib, yəni iş vaxtına yenə də düşərsə də, onlar üçün şərait yaradılmalıdır ki, həmin profilaktik tibbi müayinələrdən keçsinlər və həmin dövrdə yenə də işçinin əmək haqqısı ödənilir işçiyə, yəni bunun saxlanmağına icazə verilmir. Ümumiyyətlə sadaladığımız bütün bu məsələlər bir növ qadınların reproduktiv sağlamlığının qorunması, eyni ilə də analığın müdafiəsinə yönəlmiş dövlətin qadınlara qarşı olan hüquqlarının müdafiəsini ifadə edir.